Paketləmə işi var yoldaşlar. Deməli, bu paketləmə işi, daha dəqiq desək, sizin üçün belə bir öncədən məlumat verim ki, təxminən bu sahədə 4 dənə vakansiya var, son 48 saatın. Bunlardan bəhs edeyim mən sizə. Biri, misal üçün, paketləyicidir. Bu sizə 600 manat əmək haqqı verir, amma bonuslar da olur ki, bu təxminən 700 manat eləyə bilər. 12 saatlıq işdir yoldaşlar. 6 gün gündüz, 3 gün istirahət, 6 gündə gecə olaraq işləyirsiniz. 18-35 yaşlı kişilər üçündür. Bu bir variantdır. Digər bir variant hava limanındadır yoldaşlar. Heydər adına beynəlxalq hava limanındadır. Çeşitləyici işidir, Azərpoçtadır. Kişilər üçündür bu da, orta təhsil tələb eləyir. Fiziki cəhətdən sağlam olmanızı tələb eləyir. Digər bir variant xanımlar üçün olmalıdır. Qablaşdırıcı işi 400-600 manatlıq bir işdir. Bu isə Zabrat Kürdaxanı yolunda olmalıdır. Burada əslində cins qeyd olunmayıbdır, amma yəni rahatlıqla hər iki cinsin nümayəndəsi müraciət edə bilər. Ona görə də istehsal olunmuş şirniyyat məhsullarını qablaşdırırsınız yoldaşlar. Başqa bir variant qablaşdırıcı xanım işidir. Bu isə Buzovna qəsəbəsində olmalıdır yoldaşlar. Burada isə 450 manat verə bilirlər sizə. 420-450 manat. İş saatı fərqlidir yoldaşlar. Belə ki, günorta saat 3-dən axşam 11-ə qədərdir. Xanımsınızsa bu işə müraciət edə bilərsiniz. Bunlar qeyd edim ki, son 48 saatın ən yeni vakansiyalarıdır. Digər günlərin də vakansiyalarla tanış olmaq sizə, ümumiyyətlə təkcə bu sahədə deyil, digər sahələrdə də işlərlə tanış olmaq sizə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əzəv adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.